Təchizat və s. Bütün bunlar hamısı gücün, zənginliyin və ayrıcalığın simvolu halına gəlmişdir. Şərab yeni moda olsa da, yəni yeni bir dəb olsa da, əslində yeni içki deyildi. Pivə kimi şərabın da biz kökənini tarix öncəsi dövrlərdə itiririk, onun izini itirmişik və icadı o qədər qədimdir ki, ancaq dolayı formada bizə gəlib çatır. Yəni mif və əfsanələrlə anlatılır bu. Ancaq arxeoloji mənbələr şərabın ilk dəfə Cilalı daş dövründə, təxminən miladdan öncə 9000 ilə 4000 il arasında desək, qabaca desək, bugünkü Ermənistana və Şimali İrana uyğun gələn o bölgədə, daha da dəqiq desək, Zagros dağlarında istehsal edildiyini göstərir. Yabani Avrasiya asmasının Vitis vinifera silvestranın varlığı, həmçinin də şərabçı toplumlar üçün bir illik qida təmin edəcək taxılın varlığı və əsasən də miladdan öncə 6000-lərdə şərab hazırlamaq, saxlamaq və ikram üçün lazım olan o çömləyin, yəni duluzçuluğun icadı bu bölgədə şərab istehsalını mümkün etdi. Şərab sadəcə əzilmiş suyun, deməli üzümün mayalanmış suyundan ibarətdir və ən qədim qalıntısı, ən qədim fiziki qalıntısına biz bir maddi mənbə olaraq torpaq bir küpün içindəki qırmızımtı qalıntı formasında Zagros dağlarındakı bir Cilalı daş dövrü kəndində, daha dəqiq Hacı Firuz təpəsində rastlanır. Və bu miladdan öncə, yəni eramızdan əvvəl 5400-cü illərə aiddir təxminən. Burada doğan şərab bilgisi qərbdə Yunanistan və Anadoluya, cənubda Levant, deməli bugünkü Suriyə, Libnan və İsrail bölgəsinə uyğun gəlir və həmin bu bölgə üzərindən Misirə yayılmışdır. Və Misir Fironu 1-ci Skorpion 700 küp şərabla birgə gömülmüşdür. Fironlar şərabın dadını bildikdən sonra əlbəttə ki, Nil deltasında öz asmalarını əkdilər və miladdan öncə 3000-lərdə onlar məhdud bir yerli